Salam əziz dostlar, bildiyimiz kimi bu günləri şəhidlərimizin xatirəsinə həsr olunmuş boks üzrə turnir keçiririk. Mehtiyabad qəsəbəsində Respublika Komitəsinin İdman Məktəbi və Cənubi İdman Klubunun idman zalında. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, yaşasın Azərbaycan xalqı. Gelin. Buradan sonra. Babası birazdan vuracağız. Ben bu idman zalımın bu fəaliyyətə başlamağında, nə bilim bu işlərimin mükəmməl olmağında, Ramil Səfərov adına Cənubi İdman Klubunun zalında, Respublika Komitəsinin İdman Məktəbinin zalında ilk möhtəşəm yarışımızdır. Bu günləri 16 noyabr 2025-ci il gördüyümüz kimi Yardımlı rayonu Dağüzü kəndinin şəhidlərinin xatirəsində. Allah şəhidlərimizə rəhmət eləsin. Burada da mənim atam, ağsaqqalım Qəzənfər müəllim iştirak eləyir. Əsas ağsaqqalımızın söz desin, xeyirli versin. İnşallah birazdan açılışımız olacaq. Uğurlu olsun, müvəffəqiyyət qazansın idmançılarımız, şəhidlərimizin ruhu şad olsun. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. İnşallah yaxşı olar. Sizin xeyirli olsun, bu zalımızdan dünya çempionları çıxar inşallah. İnşallah. Çox sağ olun. Mənim nəvəm yəqin ki birinci yer Allah İnşallah. sağ eləsin. Həmin xoş gəlsin, görüyor demək. Allah səni var eləsin. Allah sizə var eləsin, Allah can sağlığı versin. Sizə də böyük uğurlar, şəhidlərimizə Allah rəhmət eləsin, qəni. Şibalanın da bir çempion yaradasan, bir Azərbaycanın Dünyadiyəmi də polis ehtiyatlı olan polisimizdir də böyük orden almışsınız. Azərbaycan bayrağı olur. Azərbaycan bayrağı ordeni metroda partlayışın qarşısını aldığına görə, insanları xilas elədiyinə görə və belə orden alıb. Öpürəm əmi, var olun. Sağ olun. Atışda da ürək sözü deyərsiniz. Sağ olun. Sağ olun.